vaxtınız xeyir. Bugün gəlin birlikdə planetimizin, yəni yer kürəsinin necə işlədiyini, onun əsas qanunlarını anlamağa çalışaq. Təsəvvür edin ki, bu coğrafiya dərsidir, amma daha maraqlısı. Gəlin, başlayaq. Baxın, bugün nələrdən danışacaq? Əvvəlcə planetimizin ümumi sisteminə bir nəzər salacaq. Sonra 3 fundamental qanunu, bütövlük və qarşılıqlı əlaqəni, yerin ritmlərini, bir də zonallıq və azonallıq məsələlərini dərindən öyrənəcəyik. Və sonda bütün bunları ümumiləşdirib təbiətin balansından danışacağıq. Yaxşı, əsas qanunlara keçməzdən qabaq gəlin bir şey aydınlaşdıraq. Söhbət coğrafi təbəqədən gedir. Bəs bu nə deməkdir? Əslində çox sadədir. Bu, elə bir mürəkkəb sistemdir ki, orada hər şey, amma hər şey bir-biri ilə bağlıdır. Heç nə təklikdə mövcud deyil. Və bu bizi birbaşa ilk və ən fundamental qanuna gətirib çıxarır. Bu, bütövlük qanunudur. Yəni, təbiətdə heç bir şeyin tək başına təcrid olunmuş şəkildə mövcud olmamasıdır. Hər şey bir-birinə görünən və görünməyən zəncirlərlə bağlıdır. Baxın, burada əsas məsələ nədir? Təsəvvür edin ki, siz bir komponentə toxunursunuz. Məsələn, bir meşəni qırırsınız. Elə bilməyin ki, təsir ancaq o ağaclarla bitir. Xeyr, bu, bütün sistemdə sanki suya daş atanda yaranan dalğalar kimi zəncirvari reaksiyalara səbəb olur. Bir dəyişiklik qaçılmaz olaraq digərlərini də hərəkətə gətirir. Yaxşı, məhz bu qarşılıqlı təsirin mexanizmi nədir? Yəni, bu əlaqə necə yaranır? Cavab, maddə və enerji dövranındadır. Təbiətdə hər şey daim hərəkətdədir. Bir formadan digərinə keçir. Məhz bu daimi dövran bütün komponentləri bir-birinə möhkəm bağlayır. Buna ən klassik və aydın nümunə əlbəttə ki, qida zənciridir. Gəlin baxaq. Bitkilər, yəni produsentlər, günəş enerjisini qəbul edir. Sonra ot yeyənlər gəlir, onlar bitkilərlə qidalanır. Daha sonra ət yeyənlər və yırtıcılar. Və sonda bu zəncirin son halqası göbələklər və bakteriyalar, yəni redutsentlər, bütün üzvi qalıqları parçalayaraq maddələri yenidən təbiətə qaytarır. Gördüyünüz kimi, bu mükəmməl bir bioloji dövrandır. Və bütün bunların nəticəsi nədir? Nəticə odur ki, biz təbiətdən məsuliyyətlə istifadə etməliyik. Çünki bütövlük qanunu bunu tələb edir. Əgər biz bu əlaqələri nəzərə almazsaq, problemlər qaçılmazdır. Məsələn, meşənin qırılması təkcə ağacların məhvi deyil, həm də torpağın aşınması, çayların quruması və ya daşqınların artması deməkdir. Bax bu, bütövlük qanununu pozmağın real, praktik nəticəsidir. Beləliklə, anladıq ki, təbiətdə hər şey bir-biri ilə əlaqəlidir. Amma bu əlaqələr xaotik deyil, təsadüfi baş vermir. Onlar müəyyən bir nizamla, təkrarlanan dövrlərlə, yəni ritmlərlə cərəyan edir. Və bu da bizi birbaşa ikinci qanuna gətirir. Yerin ritmləri. Bəs ritmlilik nə deməkdir? Ən sadə dillə desək, təbiətdəki hadisə və proseslərin müəyyən vaxtdan bir nizamlı şəkildə təkrarlanmasıdır. Sanki təbiətin özünün bir saatı var və bu saat gündəlik, illik, hətta milyonlarla il davam edən böyük dövrləri göstərir. Gəlin bu ritmlərin növlərinə baxaq. Məsələn, sutkalıq ritmlər var. Səbəbi, yerin öz oxu ətrafında fırlanması. Nəticəsi, gecə və gündüzün temperatur dəyişikliklərinin yaranması. Sonra illik ritmlər gəlir. Bu, yerin günəş ətrafında hərəkəti ilə bağlıdır və bizə 4 fəsli verir. Və nəhayət, daha böyük çoxillik ritmlər var ki, bunlar buzlaşma dövrləri, dağların yaranması kimi nəhəng geoloji prosesləri əhatə edir. İndi isə gəldik üçüncü və çox vacib bir qanuna. Zonallıq və azonallıq. Heç düşünmüsünüzmü ki, niyə ekvatorda rütubətli meşələr, müəyyən enliklərdə səhralar, qütblərdə isə buzlaqlar var? Bax, bu nizamlılığı, bu fərqli landşaftların yaranmasını məhz bu qanun izah edir. İlk olaraq, gəlin enlik zonallığına baxaq. Bu nədir? Bu, təbii komponentlərin, yəni iqlimin, torpağın, bitki örtüyünün ekvatordan qütblərə doğru getdikcə qanuna uyğun şəkildə dəyişməsidir. Dünya xəritəsinə baxsanız, bu rəqli zolaqları aydın görə bilərsiniz. Bəs bu zonallığın əsas səbəbləri nədir? 3 əsas amil var. Birincisi, yerin kürə şəklində olması. İkincisi, yer oxunun orbit müstəvisinə meyilli olması və üçüncüsü, bütün bunların nəticəsi olaraq günəş istiliyinin və rütubətin yer səthində qeyri-bərabər paylanması. Məhz bu 3 amil birləşərək o möhtəşəm iqlim zonalarını yaradır.
Baxın, bu müqayisə imtahanlara hazırlaşanlar üçün xüsusilə vacibdir, diqqətli olun. Zonal amillər, belə deyək, xarici qüvvələrdən, yəni günəş enerjisindən asılıdır və coğrafi enliklə birbaşa bağlıdır. İqlim, torpaq, səth suları buna misaldır və daha çox düzənliklərdə özünü göstərir. Azonal amillər isə əksinə yerin daxili qüvvələri ilə, yəni relyef, suxurların tərkibi ilə əlaqədardır və enlikdən asılı deyil. Buna ən yaxşı nümunə dağlardakı hündürlük qurşaqlığıdır. Yaxşı, bu üç fundamental qanunu, bütövlük, ritmilik və zonallığı ayrı-ayrılıqda nəzərdən keçirdik. İndi isə gəlin, bütün bunları bir araya gətirək və görək, təbiətin bu böyük balansında hər birinin rolu nədir və bu bizim üçün niyə bu qədər vacibdir? Deməli, gəlin yekunlaşdıraq. Coğrafi təbəqə 3 əsas sarsılmaz qanunla idarə olunur. Birincisi, bütövlük, yəni hər şey bir-biri ilə bağlıdır. İkincisi, ritmilik, yəni bütün proseslər müəyyən dövrlərlə təkrarlanır. Və üçüncüsü, zonallıq, yəni landşaftlar xarici və daxili qüvvələrin yaratdığı bir balansa əsasən formalaşır. Və bu, bəlkə də bütün bu izahın ən kritik nöqtəsidir. Müasir dövrdə biz insanlar təbiətə çox güclü təsir göstəririk. Amma unutmayaq ki, texnologiyamız nə qədər inkişaf etsə də, bizim bütün fəaliyyətimiz, iqtisadiyyatımız, həyatımız fundamental olaraq məhz bu qanunlardan asılıdır. Biz bu qanunları dəyişə bilmərik, onlara yalnız uyğunlaşa bilərik. Və bu bizi son bir sualla baş-başa qoyur. Biz artıq bu fundamental qaydaları bilirik, bəs bu biliklə nə etməliyik? Planetimizlə daha ahəngdar, daha balanslı bir həyat yaşamaq üçün öz hərəkətlərimizi, vərdişlərimizi necə dəyişməliyik? Bu sualın cavabı hər birimizdən asılıdır.